Bugün balaca qonaqlarıma manqalda köftə, sobada şirəli toyuq hazırladım. Hava yaxşı ikən dedim elə həyətdə hazırlayım, uşaqlara da piknik abu havası olsun. Köftənin içliyinə Maginin kotlet üçün olan xüsusi ədvasından istifadə edirəm. Bugün köməkçim var. Qaynar suda 2 dəqiqəlik dəmə qoyduğum bu ədva sayəsində ətə hər hansı əlavə bir şey vurmağa ehtiyac yoxdur. Şirəli toyuğun hazırlanması üçün isə bu gördüyünüz ədvadan istifadə edirəm. İçərisində həm özünün paketi, həm də sarımsaq və bir neçə ədvanın qarışığından ibarət toz var. Bu qarışımı toyuğun canına duru yağla yeritdikdən sonra paketə yerləşdirirəm. Təzə kartof, acı bibər və salam sobaya yollayıram. Ardıca vaxt itirmədən tez köftənin hazırlığına başlayıram. Bu balaca dovşan isə xalasına yaman kömək elədi. O əti çəkdim, mən isə Maginin hazır qarışımından əlavə edib yaxşı-yaxşı yoğurub soyuducuya yolladım. Bu sayədə ətə əlavə çörək, soğan, sarımsaq vurmağa ehtiyac yoxdur. Manqalın vaxtı ötməmiş tez əti gətirib forma verirəm. Sobadakı toyuq da demək olar ki, hazırdır. Manqal toruna köftələri düzüb ocağa yerləşdirirəm. Onun da hər iki yüzü qızarana kimi toyuğum hazır olur. Gətirib hissələrə ayırıram. İnanın mənə, köftənin ətri həyəti elə bürüdü ki, çox keçmədi bu pişik peyda oldu. Hamıdan əvvəl biz xala-bala nuş etdik, sonra isə digərlərini çağırdıq. Bizdən bugünlük bu qədər. Sağ olun.